çoxu sual kimi qalsa, onda biz, yəni belə deyək də, onda biz, yəni belə deyək də, bir sualın görün nə qədər bizə fəsad öyrənər. 100 dənə testin içərisindən neçə dənəsini yazmamış qalarıq. Ona görə də çalışın ki, suallarımız az olsun. Əgər cavabınız səhv çıxırsa, təkrar həmin testi bir də işləyin ki, görək niyə görə səhv çıxdı. Yəni elə bir dəfədə səhv çıxdı, onu səhv kimi, yəni qələmə almayın. Təkrar onu bir də özünüz işləmiş olun. Keçid alaq növbəti dərsimizə. Bugün bizim dərsimiz olacaq metodlar və funksiyalar. Yəni metodlar və funksiyalarda nə varsa, hamısını öyrənəcəyik inşallah. Çox diqqətli olmaq lazımdır. Çoxlu qeydlər, belə deyək də, çoxlu qeydlər aparmaq lazımdır. Birinci burada bizi diqqətlə dinləyin. Ondan sonra isə dərsdən sonra video izaha baxaraq qeyd götürə bilərsiniz. Yəni onu qeyd edeyim ki, çox önəmli bir dərsdir və çox belə deyək də lazımlı bir dərsi öyrənirik hal-hazırda. Bircə dəqiqə, deməli, metodlar və funksiyalar. Bu vəziyyətdə yazdıq. İndi baxırıq. Baxın yoldaşlar, bu metodlar və funksiyalar sətirlər, siyahılar, sıralarla işləyə bilər. Eyni zamanda integer tipində təqdim olunan ədədləri sətr tipinə çevirdikdən sonra onlarla da işləyə bilər. Burada biz, məsələn, A bərabərdir, daxil edirəm bir dənə sətr tipində ifadə. Məsələn, salam, vətən sözünü və bir dənə də nida işarəsini əlavə etdik. Əgər biz daxil olunmuş sətirdəki hər hansısa bir elementin indeksini istəyiriksə, onda bizim 2 dənə funksiyamız var, 2 dənə metodumuz var. Biri finddir, biri də indeks olmuş olacaq. Yəni biri finddir, biri də indeksdir. Hər ikisini istifadə edə bilərik. Hər ikisinin ortaq və fərqli cəhətləri var. Əgər birinci find-ə müraciət etsək, find tutalım yazmışam ki, kiçik A hərfi. Yəni təqdim olunmuş A sətrində ilk qarşısına çıxan A simvolunun indeksini nəticə olaraq ekrana çıxardacaq. Burada biz indeksləsək 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11 deyə indeksləmiş olaraq. Əgər diqqət eləsəniz, boşluğun özünə də bir indeks düşdüyünü görmək mümkündür. Yəni boşluqlar da indekslənir, sıfırda simvollar da indekslənir, durğu işarələrdə, yəni nə varsa, onlar hər biri indekslənmiş olacaq. Biz dırnaqda A yazan kimi, həmin sözdə 2 dənə A hərfi olmuş olsa da, ilk qarşısına çıxan A hərfini ekrana, A hərfinin indeksini ekrana çıxardacaq. Əgər burada A indeksdə də eyni cür müraciət etsək, baxın, indeksdə də eyni cür müraciət etsək, yenə də nəticə 1 olacaq. Deməli, həm indeks, həm də finddə təqdim olunmuş sətirdə həmin element varsa, onun indeksini ekrana çıxardır. Əgər find ilə müraciət etdiyimiz zaman yazdığımız element həmin sətirdə yoxdursa, məsələn, M var, gəlin indi nə yazaq? Tutalım yazaq Y. Baxırıq ki, baxın, burada Y-imiz yoxdur. Onda Y olmayanda findin müraciətində xəta vermir. Bu bizə -1 qaytaracaq. Əgər biz find gəlib yazmışıqsa ki, A indeks yazmışıqsa, indeksdə olmayan elementdə bizdə xəta çıxardacaq. Olmayan elementdə xəta çıxardacaq. Baxın, əsas fərqləri bundan ibarətdir. Qalan hər şeydə eyni işləyəcəklər. Bir də indeks həm sətr, həm siyahı ilə işləyə bilir. Find amma yalnız sətr ilə işləyə bilir, siyahı ilə işləyə bilməyəcək. Ona görə də, baxın, bir daha təkrarlayıram. Find və indeks çox zaman eyni işləsələr də, fərqli yolları var. Find olmayan elementdə xəta çıxartmır, -1 çıxardır, amma indeks olmayan elementdə xəta çıxardacaq. İndeks həm siyahı ilə, həm sətirlə işləyə bilir, ancaq find yalnızca sətirlərlə işləmiş olacaq. Yəni o siyahı ilə işləməyi bacarmır. İndi buradan baxın biz davam edirik. Tutalım ki, yazmışam ki, find yazmışam və burada bir dənə dırnaqda A yazmışam və yazmışam ki, tutalım ki, 2 yazmışam. 2. Bu o deməkdir ki,
A hərfinin indeksini tap, amma ikinci indeksdən sonra. Baxın, ikinci indeksdən sonra. Burada A hərfinin indeksi bir birdədir, bir də 3-dədir. Biz biri çap eləyə bilmərik, çünki burada məhdudiyyət qoymuşuq ki, ikinci indeksdən sonra çap elə. Onda nəticəmiz olacaq 3. Eyni zamanda buna indeks ilə də müraciət eləsəm, indeks ilə də müraciət etsəm, o zaman yenə də baxın 3-ü çıxartmış olacaq. Yenə də 3-ü çıxartmış olacaq. Əgər biz gəlib burada A məsələn, yazmışamsa find, yenə də diqqətli olaq. Yenə dırnaqda A yazmışam və bura yazmışam, məsələn, vergül 5 tutalım yazmışam 10. 5,10. Bu o deməkdir ki, A hərfinin indeksini 5-ci, 10-cu indeksdə çıxartginən. Biz də baxırıq ki, 5-ci, 10-cu aralıqda A hərfi yoxdur. Ona görə də ekrana çıxardacaq -1-i. Əgər biz gəlib burada indeks ilə yazsaq, bu bizə avtomatik xəta verəcək ki, biz dedik ki, olmayan elementdə indeks bizə xəta qaytarmış olacaq. Artıq biz, yəni find və indeksin fərqlərini gördük. Bir də find və indeksin təsirini görə bilərik. Məsələn, tutalım ki, A bərabərdir. Biz bir siyahı daxil etmişiksə, məsələn, bax bu vəziyyətdə siyahı daxil etmişəm, tutalım 9. İndi gəlib yazıram A find. Baxın, A nöqtə, mütləq A-dan sonra nöqtə, find və ondan sonra yazıram, təsəvvür eləyək ki, 9 yazıram. Burada bunu vuran kimi ekrana çıxardacaq xəta ki, find list ilə işləməyi bacarmır. Əgər biz A indeks yazmış olsaq, indeks və 9 yazmış olsaq, indeks və 9-u yazmış olsaq, o zaman bizim üçün 9-cu, yəni 9-un indeksini çıxardar. Biz 9-un indeksini saysaq, olacaq deməli burada 0, 1, 2, 3, 4, 5 və 6. Ona görə də ekrana çıxardacaq 6-nı. Yenə də indeksdə biz məhdudiyyətlər qoya bilərik. Məsələn, baxın belə bir şey yaza bilərəm. A indeks yazmışam. Ondan sonra yenə də bura 9 yazıram, amma yazıram ki, məsələn 7 yazıram. Bu o deməkdir ki, 9-un indeksini tap, amma 7-ci indeksdən sonra. Bizim 7-ci indeksimiz 8-dir. 8-dən sonra 9 gəlir. Deməli, daha doğrusu 6, 7 və 8 alırıq. Deməli, 7-ci indeksdən sonra 9-un indeksi olacaq 8. Və yaxud da aralıqda deyə bilərik. Əgər biz, məsələn, A indeks yazmışam ki, 9-u tapsın, amma yazmışam ki, məsələn, tutalım 0 və yazmışam 7-də. Deyirəm ki, 9-un indeksini ekrana çıxart, amma 0 və 7-ci aralıqda. 0 və 7-ci aralıqda 6-cı indeksdə 9 var deyənə nəticəni ekrana 6 çap edəcək. Amma burada diqqətli olmaq lazımdır. Əgər biz A indeks 9 və 0, 6 yazmışamsa, 6-cı indeksdə 9 olmağına baxmayaraq nəticə ekrana xəta çıxardacaq. Ona görə ki, buna bir kəsik kimi baxırıq. Kəsik son qiyməti ala bilmədiyinə görə 6-cı indeksdə olan 9-u görmür və nəticəni ekrana xəta çıxartmış olacaq. Əgər biz gəlib burada yazsaydıq ki, A indeks məsələn 9 yazmışam, sonra 6 məsələn 12 yazmışamsa, 6,12. 6-cı indeksdə 9 var deyənə, baxın, burada 6 başlanğıc qiymətdir, 12 son qiymətdir. 6-cı indeksdə bizim baxın 9-umuz var deyənə nəticə 6 çıxartmış olacaq. Deməli, əgər başlanğıc qiymətdə həmin element varsa onu çıxardır, ancaq sonuncu indeksdə varsa onu görməyəcək. 0,9 yazmış olsaq, nəticəni ekrana 6 çıxartmış olacaq. Çünki 0-dan 9-a qədər ilk 6-cı indeksdə rastlaşdığına görə, ona görə nəticəni ekrana 6 çıxartmış olacaq. Bu bizim indeks və find arasında olan fərqlər, onların ümumi və ortaq işləmə mexanizmləri idi. İndeksi nə qədər, yəni geniş formada izah eləməyə çalışsaq da, bəzən misallar həll eləyəndə həqiqətən də yaddan çıxır ki, indeks nədir? Yəni ona görə burada diqqətli olmaq lazımdır ki, biz baxaq görək, yəni o nə formada həyata keçirilir və nə formada icra olunmuş olacaq. Növbəti keçid alaq sizinlə növbəti metodumuz round haqqında danışmağa.
Round yuvarlaqlaşdırmadır. Məsələn, yazmışam round 12 nöqtə. Baxın, belə bir ədəd. Riyaziyyatdan da bilirik ki, biz məsələn, əgər tam ədəddən sonra 0, 1, 2, 3, 4, 5 gəlirsə, onda tam hissə artmayacaq. Amma 6, 7, 8, 9 gəlirsə, onda tam hissə bir vahid artacaq. Yəni riyaziyyatdan bildiyimiz yuvarlaqlaşdırma qaydasıdır. Burada da biz 12 yazmışıq. 12-dən əvvəl 3.6, sonra 3.6 var. Baxın, əgər 6 bir vahid artıb 7, 6, məsələn 7-yə görə 8 olacaq 9, 9-a görə 5 olacaq məsələn 6, 6-ya görə 6 olacaq 7, 3-ə görə 7 olacaq 4. Bu 4 12-ni artıra bilmir. Ona görə də nəticə ekrana 12 çap olunmuş olacaq. Amma burada biraz da diqqətli olmaq lazımdır. Əgər mən round yazmışamsa ki, məsələn 12, bax belə bir ifadə yazmışamsa, biz alacağıq 13-ü. Çünki 9-a görə 12 bir vahid artıb olacaq 13. Əgər biz, məsələn, belə bir ifadə yazmışamsa, məsələn, 3.5, 5-in təsirinə baxarıq. Burada bir dənə diqqətli olun, bir dənə söhbət, bu problem 5-də olur. Əgər 3.5 yazmışamsa və 3 burada tək ədəddirsə, onda bunu tək ədədi tamamlayacaq, yəni cüt ədədə eləyəcək 4. Amma əgər biz gəlib burada round, məsələn, 5.5 yazmışamsa, onda 5-i də bizim üçün 6 çıxardacaq. Əgər mən gəlib round 4.5 yazmışamsa, 4.5 yazmışamsa, o zaman bunu 4 olaraq çıxardacaq. Bu yalnız 5-də, yəni belə bir versiyada işləyir. 4.6 yazsaq bizim üçün 5-i çıxardacaq. Əgər bizim, yəni tam ədədimiz tək ədəddirsə və kəsr hissə 5-dirsə, onda elə bizim o tək ədədimizi cütə tamamlayacaq. Amma bizim tam hissəmiz cüt ədəddirsə və kəsr hissəmiz 5-dir, kəsr hissəmiz 5-dirsə, onda tam hissəmiz elə cüt ədəd olaraq qalmış olacaq. Yəni heç bir artım görünməyəcək. Bir də var ki, biz maaş hesablamalarında qəpiklər üçün məsələn 2 ədəd, 3 ədəd yer saxlayırıq. Tutalım yazmışam, baxın belə bir ifadə. Deyirəm ki, burada qəpik üçün tam ədəddən sonra məsələn hər hansısa bir ədədlər çap olunsun. Biz burada vergildən sonra 2 yazanda bu o deməkdir ki, tam ədəddən sonra 2 ədəd, yəni qəpik üçün 2 ədəd ayır. O da bizə 12.36-nı çıxartmış olacaq. Ondan sonra məsələn round yazmışam ki, tutalım ki 17 nöqtə, məsələn daxil eləmişəm 17 nöqtə, təsəvvür eləyə belə bir şey. Vergül 3 yazmışamsa, tam ədəddən sonra qəpik üçün 3 rəqəmi xaric elə olmuş olacaq. Yəni burada roundun təsiri bu vəziyyətdə həyata keçirilmiş olacaq. Yəni həyata keçirdəcəyik. Tam və kəsr hissədəki ədədlər biri-birindən nöqtə ilə ayrıldığına görə, tam və kəsr hissədəki ədədləri yazanda nöqtə ilə yazmaq vacibdir. Bu aydın oldumu, başa düşə bildikmi? Yəni əlavə sualınız varsa, buyurun sualınızı verin. Aha. Kimsə hansısa hissəsini başa düşmədisə, sualınızı verin. Biz həmin sualı, yəni izah edək. Aha. Aydındırmı? Sonda niyə 7 yox 8 oldu? Yuvarlaqlaşdırma bizə belə verir də. Baxın 3 ədəd çıxartmalıyıq. 7-dən də əvvəl 8-dir deyənə 8 7-ni bir vahid artıracaq. Yəni riyaziyyatdakı yuvarlaqlaşdırma qaydamıza əsasən. Əgər ədəd yəni 5, 6, 7, 8, 9-dursa, onda bir vahid artmış olur. Yəni bir vahid artır. O da yuvarlaqlaşdırıb bizə nəticəni xaric etmiş olacaq. Aha, növbəti davam edək sizinlə. Təsəvvür eləyək A bərabərdir. Yazmışam bir dənə, tutalım ki, yazmışam MİQ, məsələn, imtahanı. Bax, belə bir şey yazmışam. MİQ imtahanı, belə bir şey. İndi biz deyirik ki, buradakı MİQ sözünü dəyişək olsun, məsələn, sertifikasiya. Onda biz burada A, replacedən istifadə edəcəyik. Replace əvəzləmə deməkdir. Məsələn, deyirəm ki, MİQ sözünü, baxın, burada
burada mig sözünü deyirəm ki, sertifikasiya sözü ilə əvəz elə. Təsəvvür eləyə baxın belə bir şey yazdıq. İndi enter vuranda həmin o A sətrində harda mig sözü varsa, onu sertifikasiya ilə dəyişdirmiş olacaq. Əgər biz təsəvvür eləyək, məsələn, yazmışam ki, 9, 7, daha sonra belə. Baxın, bir neçə dənə 9 yazmışıq. A, replace, məsələn, 9-u dəyişdirmək istəyirik. 9, ondan sonra fərz eləyək, yazıram ki, 2, 2, 2, bax, belə bir şey yazdıq. Onda biz çıxardanda harda 9 görsək, həmin 9-un yerinə 2222 yazdığını görə bilərik. Daha sonra biz keçid alırıq sizinlə splitə. İzah eləyəndə nəyi başa düşmürsünüzsə soruşun. Replace yalnız və yalnız sətr tipli ifadə ilə işləyəcək, siyahı və yaxud da integer tipində olan heç bir şey ilə işləmir. O zaman müraciəti bizə xəta vermiş olacaq. Yəni müraciət bizə xəta vermiş olacaq. Ondan sonra keçid alırıq sizinlə splitə. Split sətri siyahıya çevirmək üçün istifadə olunur. Çox önəmli işləmə mexanizmi var. Təsəvvür eləyək, yazmışam A, B, C, D, daha sonra A, B, C, D və A, B, C, D, təzədən bir də A, B, C, D yazdıq. Gəlirəm burada A, split, baxın bax, split. Yazıram dırnaqda B yazıram. Bu o deməkdir ki, sətri siyahıya çevirəndə harda B hərfi görürsənsə, oradan vergül qoy. Çünki bir dənə siyahının varlığını xatırlayaq. Siyahının varlığı necə olacaq? Siyahıdakı elementlər arasında vergül işarəsi qoyacaq, düzdürmü? Deməli, burada vergülü təmin eləmək lazımdır. Həmin vergül, bax bu B hərfləri olacaq. Bax, bu B hərfləri ilə biz həmin o vergüllərimizi harda B hərfi görürük, oradan vergül qoyacağıq. Deməli, siyahının elementi olacaq. Dırnaqda A, vergül, dırnaqda SDA, vergül, dırnaqda SDA, vergül, dırnaqda SDA, vergül SD. Deməli, split bizim üçün sətri siyahıya çevirmək üçün istifadə olunan metoddur. Enterə vuracağıq. Baxın, bu vəziyyətdə element bu vəziyyətdə çap olunmuş olacaq. Ancaq burada hər zaman bizim fərqli bir metod ilə qarşı-qarşıya qalırıq və bunu yenə də yadda saxlamaq üçün mütləq qeyd götürmək lazımdır. Yazırıq A split, splitdən sonra dırnaqda tutalım ki, B yazmışam, burada 2 yazmışam. Bu o deməkdir ki, həmin o sətirdə olan yalnızca 2 dənə B hərfini ayrıcı kimi istifadə elə. Əgər B hərflərinin sayı 2-dən artıqdırsa, onları ayrıcı kimi istifadə eləmə. 1 və 2. Qalanları olduğu kimi qalacaq. Biri deməli olacaq dırnaqda A, biri dırnaqda olacaq SDA, biri isə SDA, BSD, ABSD olmuş olacaq. Deməli, burada gəldik biz sizinlə Enter düyməsinə vurduq. Avtomatik baxın, bu vəziyyətdə çap getmiş olacaq. Əgər biz burada tutalım ki, bəzi yoldaşlar sual verir ki, əgər biz bəs burada 0 yazsaq necə baş verəcək? 0 yazmaq o deməkdir ki, yalnız və yalnız 0 dənə elementi dəyişdir. Onda o deməkdir ki, həmin sətri birbaşa siyahıya, birbaşa, yəni həmin sətri birbaşa elə siyahıya bir dənə element kimi əlavə etmiş olacaq. Yəni daha heç hardan ayrıcı rolunu oynamayacaq. Bundan başqa qaydalarımızdan biri necədir? Biz B hərfini verdik və B hərfi hardaydı? Sözlərin ortasındaydı. Bəs sual edə bilərsiniz ki, ay müəllim, bəs ayrıcı simvol əvvəldə olarsa necə baş verər? Yəni həmin sözün əvvəlində. Baxın, biz sözə başlayanda ayrıcı ilə başlayırıq. Yəni bax, vergül, sonra vergül, sonra vergül, sonra vergül. Əgər birinci ayrıcı ilə başlayırıqsa, onda birinci boş bir sətr, ondan sonra vergül, yəni bax bu A-ya görə boş bir sətr, ondan sonra vergül, daha sonra BSD, BSD, BSD və BSD-ni görmüş olarıq. Deməli, onda bizim sətrimizin, bizim siyahımızın elementləri, baxın, biz sizə dediyimiz qaydada ifadə olunmuş olacaq.
Eyni bir şeyi hətta deyə bilərik ki, sətrin sonunda olan elementi kəssə, baxın D-dən kəssə. Əgər D-dən kəsirsə, yenə də harda D hərfi varsa, oradan vergüllər əlavə edəcəyik. Sadəcə burada sonuncu olduğuna görə bu vergüldən sonra bir dənə də belə bir boş bir sətri çıxartmış olacaq. İndi biz burada Enter-ə vurduqda, baxın bu vəziyyətdə görə bilərik. Bunları yazmasaq, sonra biz bunu siyahını sətrə çevirəndə, geri qaydanda, yəni onda xətalar ilə rastlaşmış olarıq. Bəzi yoldaşların sualı var ki, əgər kəsmək istədiyimiz söz, yəni ayrıcı simvolu həmin o sətirdə olmasa, onda necə baş verər? Məsələn, split yazmışam M hərfi. Axı bizim həmin o sətirdə M yoxdur. Onda həmin elementi siyahının içərisinə bir element kimi əlavə etmiş olacaq. Yəni ayrıcı yeri olmadığına görə eləcə bir element kimi əlavə etmiş olacaq. Aydındırmı? Burada bunu izah etmişkən, gəlin bunun geri dönüşünə də baxaq ki, yəni biz sətri siyahıya çevirdik. İndi siyahını necə sətrə çevirək? Baxın, məsələn, bax mən deyirəm ki, bunu geri qaytarmaq istəyirəm, tutalım, bunu geri qaytarmaq istəyirəm. Biz həmin o elementlərə nə yazsın istəyirik? Deyirik ki, A hərfi yazsın da, düzdürmü? Onda gəlirəm burada yazıram ki, A bərabərdir, dırnaqda A. Belə bir şey yazdıq. Ondan sonra, dırnaqda A yazandan sonra gəlirəm burada A, join, bir neçədir müraciət eləmək var. İndi yazıram A, join, baxın, yazdım join. Join yazandan sonra mötərizənin içərisində hansı siyahıya əlavə etsinsə onu yazıram. Bax, hansı siyahıya əlavə etsinsə onu yazıram. Və salam, baxın bu vəziyyətdə. Onda baxın buradan deməli deyirəm ki, A siyahısında, yəni o boşluqların içərisinə bunu əlavə etsin. Baxın, artıq bizim element kimi çap olunmuş olacaq. Başqa necə edə bilərsiniz? Təsəvvür eləyək ki, mən yazmışam burada. Gəlin indi başqa bir şeyə baxaq. Məsələn, bunu dəyişdirmək istəyirəm. Yəni B hərfi əlavə eləmək istəyirəm. Onda gəlirəm burada bir dənə A yazıram və bu siyahını, bax bu siyahını A dəyişəninə mənimsədirəm. Baxın, bu siyahını A dəyişəninə mənimsətdim. Ondan sonra gəlirik, yazırıq ki, A-dan sonra nöqtə və burada yazaq B hərfini. B hərfini, yox, belə alınmayacaq, belə alınmayacaq. Deməli, dırnaqda B, join əlavə etməkdir də, join A siyahısı. Belə yazsaq, enter vursaq alınacaq. Bəli, bax bu vəziyyətdə də müraciət edə bilərik. Yəni B, bu o deməkdir ki, A siyahısında olan boşluqlara B hərfini daxil etkinən. Deməli, join bizim üçün siyahını sətrə çevirir, split isə sətri siyahıya çevirir. Yəni biri-birinin əksinə işləyən elementlərdir. Biri-birinin əksinə işləyən metodlardır. Kiminsə sualı varsa, buyurun verin. Bunlar çox istifadə olunur. Ona görə də çox diqqətli olmaq lazımdır. Yəni çox-çox lazımlı və vacib elementlərdir. Daha sonra biz gəldik sizinlə. Əgər bizə belə deyək də, müəyyən bir tutalım A bərabərdir yazmışam. Salam və vətən sözünü. Burada gəlib biz yazsaq ki, A start with başlamaq deməkdir. Deyirəm ki, A dəyişəninə mənimsədilmiş sözün ilk simvolu böyük S hərfi ilə başlayır. Əgər bu doğrudursa, yəni onda ekrana true çap olunacaq. Əgər gəlib burada yazsam ki, məsələn, start with, məsələn, yazmışam kiçik S hərfi. Axı, kiçik S ilə başlamır, o zaman ekrana false çap olunmuş olacaq. Yəni, doğru və yaxud da yalan nümunələrini bu vəziyyətdə çap edə bilərik. Bunun eyni sözün sonu da var. Məsələn, ends with yazmışam. Əgər tutalım ki, yazıramsa ki, burada nida ilə bitsin, nida ilə olsun. Nida ilə bitirsə, onda burada yazacağıq true. Əgər A, ends with yazmışamsa, tutalım yazmışam ki, bir dənə
Məsələn, N hərfi ilə bitir yazmışam. O zaman ekrana false çap olunacaq. Yəni əgər söz həmin hərf ilə bitirsə true çap olunur, o simvolu ilə bitmirsə false çap olunmuş olacaq. Daha sonra biz əgər burada elə bir bu sətri daxil etmişik, gəlin burada bir dənə sətr tipli nümunə yazaq. Yazıram salam, mənim imtahanım məsələn 15 maydır. Tutalım belə bir cümlə daxil etmişəm, 15 maydır. Belə bir cümlə. Əgər bu cümlədə A upper yazıramsa, bu o deməkdir ki, A dəyişəninə mənimsədilmiş ifadədə bütün simvolları böyük hərflər ilə çıxart. Yəni ekrana böyük hərflər ilə çıxardacaq. Olacaq bu vəziyyətdə. Əgər yazmışıqsa A lover, lover isə hər birini kiçik hərflər ilə çıxartmış olacaq. Yəni hər birini ekrana kiçik hərflər ilə çıxartmış olacaq. Əgər biz daxil elədiyimiz A title yazmışıqsa, titli yazmışıqsa, o zaman isə hər sözün birinci hərfini böyük qaytaracaq, qalanları kiçik olacaq. Təbii ki, rəqəmləri böyüdə bilmədiyinə görə rəqəmlər olduğu kimi qalmış olacaq. Əgər biz kapitalize yazırıqsa, capitalize belə yazılır. Düzgün müraciət edək. Capitalize belə bir şey yazırıq. Bu isə cümlə formasına salacaq. Birinci hərf böyük olacaq. Qalan bütün hərflər kiçik formada təqdim olunmuş olacaq. Əgər biz sətirlərlə işləyiriksə, bir dənə bizim ord var. Ord bizim üçün ISQ kod cədvəlinə müraciət eləyir. Deyirəm ki, ISQ kodlaşdırma cədvəlində olan böyük A hərfinin kod qarşılığı neçədir? Böyük A hərfinin kod qarşılığı 65 olduğuna görə, ona görə ekrana 65 çıxardacaq. Böyük B yazmışıqsa ekrana 66 çıxardacaq. Əgər biz məsələn deyirəmsə ki, sual işarəsinin belə deyək də, bilmək istəyirəm. O da 63-dür. Məsələn, tutalım yazmışam ord, tutalım yazmışam ki, ulduz işarəsinin simvol qarşılığını bilmək istəyirəmsə 42 çıxardır. Yəni simvolların kod qarşılıqlarını çıxartmaq üçün istifadə olunur. Məsələn, DS işarəsinin kod qarşılığını bilmək istəyirəmsə 35 çıxardacaq. Bunu əzbərləməyə ehtiyac yoxdur. Say sistemləri dərsində yəni bunu onsuz da say sistemləri dərsində buna aid çoxlu testlər var. Yəqin ki, orada bunu özünüz möhkəmləndirmiş olacaqsınız, olmusunuz. Yəni ord bizim üçün simvolun ISQ-dəki kod qarşılığını çıxartmaqdır. Bu funksiyanın tək qarşılığı da var. Məsələn, yazmışam, tutalım ki, 65. Əgər 65 yazmışamsa, bu bizə dırnaqda A çıxardacaq. Əgər mən gəlib burada tutalım 42 yazmışamsa, onda bizə ulduzu çıxardacaq. Əgər char məsələn yazmışamsa 63, o zaman bizə sualı çıxardacaq. Yəni biri birinin əksinə işləyən funksiyalar olmuş olacaq. Daha sonra bizim burada var sizinlə təsəvvür eləyək A bərabərdir yazmışam boşluq, məsələn salam, daha sonra boşluq, vətən sözünü. Baxın, burada yenə də boşluq qoyduq. Əgər biz daxil edilmiş sətirdəki sətrin əvvəlində və sonunda olan boşluq simvollarını ləğv etmək istəyiriksə, onda A strip yazırıq, S, T, R, I, P. A strip yazırıq. Əgər A strip yazmışıqsa, onda təqdim olunan A dəyişənindəki həm sözün sonunda, həm də sözün əvvəlində olan boşluqları ləğv edir. Əgər biz yalnızca sol tərəfdəki boşluqları ləğv etmək istəyiriksə, onda R strip yazacağıq. R strip isə bizim üçün, baxın, R strip yazırıq. R strip isə yalnızca sağ tərəfdə olan boşluğun ləğv olunmasını həyata keçirdəcək. Əgər biz sizinlə A L strip yazmışıqsa, L strip isə yalnızca təqdim olunmuş sətirdəki sol tərəfdə olan simvolların ləğv olunmasını, boşluqların ləğv olunmasını həyata keçirdəcək. Hərflər arasındakı boşluqları ləğv edə bilmir. Yalnızca təqdim elədiyimiz cümlənin əvvəlində və sonunda olan boşluqların ləğv olunması üçün istifadə olunacaq. Bura qədər kimdəsə sual varmı? Nə isə başa düşmədiyimiz, qaranlıq qalan anlayışlar varsa, buyurun soruşun.
Kim nəyi başa düşmədisə, sual edə bilərsiniz. Çünki önəmli hissələri danışırıq və üst-üstə yığdığımıza görə diqqətli olmaq lazımdır ki, biz bunları həm də yadda saxlaya bilək. Aha. Deməli, ord, belə deyək də, konkret bir dənə qaydası var. Simvolun kod qarşılığını çıxardır. Vəssalam, başqa heç bir işi görmür. Onu da dərsin izahına baxanda qeyd götürə bilərsiniz. Simvolun kod qarşılığını çıxardır. Biz hər hansısa bir klaviaturada olan simvolu daxil edirik. Həmin simvolun ISP-dəki kod qarşılığını çıxartmış olacaq. Davam edək o zaman. Növbəti biz keçid alırıq sizinlə count-a. Count saymaqdır. Təsəvvür edək burada biz hər hansısa bir cümləmizi təqdim etmişik. Məsələn, bir cümləmizi daxil edək. Gəldik burada yazdıq, elə bunu ifadə edək. Yazdıq burada, baxın, belə bir ifadə. Gəlirik burada A, count. Count saymaqdır. Biz deyirik ki, dırnaqda olan A hərflərinin sayı, yəni A hərflərini saymaq üçün istifadə olunacaq. Saymaq bilirik ki, 1-dən başlayır. O zaman burada olacaq 1, 2, 3, 4 dənə A hərfi. Deməli, gəlib burada Enter düyməsinə vursaq, nəticə ekrana 4 çap olunacaq. Çünki A-ların sayı 4 dənədir. Amma yenə də burada da finddə və indeksdə olduğu kimi müxtəlif şərtlər əlavə edə bilərik. Məsələn, A, yazıram count, ondan sonra baxın, dırnaqda olan A hərfinin indeksini tapır və 5 yazır. Bu o deməkdir ki, 5-ci indeksdən sonra gəlirəm burada 0, 1, 2, 3, 4, 5. 5-ci indeksdən sonra qarşına çıxan A hərfinin indeksi. Bu da olacaq 2 dənə. Baxın, bax, bu da olacaq 2 dənə. Ona görə də nəticə ekrana çap olunacaq 2. Bir də bayaq bildiyim, yazdığımız kimi konkret aralıq da ola bilər. Yəni A, yazırıq count, onda burada yazırıq dırnaqda A, sonra bura yazmışam 2, fərz edək 7. Bu o deməkdir ki, ikinci 7-ci indekslərin aralığında olan A hərflərinin sayı 0, 1, 2, 3, 4, 5, 6, 7. İkinci indekslə 7-ci indeksin aralığında A hərfinin sayı bircə dənədir. Ona görə də ekrana çap olunacaq sadəcə 1. Əgər biz olmayan bir elementin sayını istəyiriksə, count xəta çıxartmayacaq. Mənfi 1 0 çıxardacaq. Məsələn, mən M yazmışam. Bizim siyahımızda M olmadığına görə, sətrimizdə M olmadığına görə sayı 0 çıxardacaq. Yəni, əgər hansısa bir element yoxdursa, orada xəta çıxartmır, onun sayını 0 çıxartmış olacaq. Yəni, onun sayını 0 ifadə etmiş olacaq. Bu da bizim count funksiyamızdır. Əgər bizim A bərabərdir bir siyahıya müraciət etmişiksə, yəni bir siyahıya müraciət ediriksə, onda diqqətli olmaq lazımdır. Yəni siyahıda sətr və tam ədədləri biri-birindən fərqləndirmək lazımdır. Yəni siyahı tipi ilə işləyəndə siyahı və sətirdə olan elementləri fərqləndirmək lazımdır. Təsəvvür eləyə belə bir şey yazmışam. Yazıram A, count və bura 2, dırnaqda 2 yazmışam. Dırnaqda o 2 o deməkdir ki, yəni sətr tipində olan 2-ni çap elə. Bu bizə qaytaracaq 1, bu da 2. Ona görə də bunu sayanda bizə 2 çıxardacaq. Yəni cavabımız olacaq 2. Belə deyək də 2 çıxardacaq. Əgər biz burada A, integer tipində 2 yazsaq, deməli gəldik burada A, count, ondan sonra bura yazıram integer tipində 2. Onda integer tipində olan 2-nin sayı 1 dənə olduğuna görə nəticə ekrana 1 çap olunmuş olacaq. Yəni sayanda özünə oxşayanları sayır. Yəni onun, məsələn, sən integer tipində 2 istəyirsənsə, onun sağında solunda dırnaq olanları çıxarda bilmərsən. Yəni o artıq gedişata
Yəni proqramda alınan cavablara xərər vermiş olacaq. Bura qədər kimdəsə sual varmı? Varsa sualınızı verin. Davam edək növbəti anlayışlarımız ilə. Artıq çox az qaldı, yəni bəzilərinə keçid alaq. Deməli, keçirik buradan, yazırıq, deməli, növbətisini. Deməli, növbəti metodlar və funksiyalarımız yenə də bizim ən çox istifadə olunan bir aralığımızdır. Metodlar və funksiyalarda növbəti gəlirik sizinlə append-a. Append siyahının sonuna element əlavə etmək üçün istifadə olunur. Təsəvvür edək bizim məsələn A siyahımızı, burada ekranda yazdığımız A siyahısını yazaq burdan. Bu bizim üçün, baxın bax, bu bizim üçün siyahıdır. Əgər biz bu siyahının sonuna bircə dənə element artırmaq istəyiriksə, onu baxın bax, yumru mötərizənin içərisində yazırıq, əlavə eləyir. Məsələn, yazıram 23. İndi enterə vururam. A siyahısını istəyirəm, baxın, siyahının sonuna 22-dən sonra 23 əlavə edəcək. Əgər biz bu siyahının sonuna bir neçə dənə element əlavə etmək istəyirik. Məsələn, deyirəm ki, 12 əlavə elə, sonra yazıram ki, 63 əlavə elə. Belə yazanda xəta verəcək. Deyir ki, appended yumru mötərizənin içərisində eyni anda yalnız bir element əlavə edə bilər. Əgər mən gəlib burada yazmışamsa A, məsələn, appended, ondan sonra yazmışam ki, baxın, məsələn, bir neçə dənə element artırmaq istəyiriksə, onu siyahıda yaza bilərik və appended da elə siyahı kimi həmin elementin sonuna aid etmiş olacaq. Baxın, siyahı kimi. Yəni, yumru mötərizənin içərisində nə yazırıqsa, onu olduğu kimi siyahının sonuna aid etmiş olacaq. Bəzən biz, məsələn, A siyahısını burada görürük. Məsələn, yazırıq A, appended, təzədən bir dənə də appended, bax, belə bir şey yazırıq və yaxud da elə belə bir şey yazaq, A nöqtə appended. Məsələn, yazıram 2, bax, belə bir ifadə yazmışam və bunu işlədən zaman biz A siyahısını işlədəndə bizə 22-dən sonra 2-ni əlavə eləyir, daha sonra none verir. Çünki iç-içə appendedlar, baxın, iç-içə appendedlar, iç-içə appendedlarda yalnız bir element əlavə eləyə bilər. O birisi ikinci elementi boşluq kimi görür və none əlavə eləyir. Bax, bunu yadınızdan çıxartmayın. Bu vəziyyətdə ardıcıllıqda, 2 və daha artıq ardıcıllıqda bəzi yoldaşlar deyir ki, müəllim, burada qoşa nöqtə yazmasaq necə baş verər? Qoşa nöqtə yazmasaq, appendedin müraciəti doğru müraciət hesab olunmaz. Yəni, doğru başa düşməz ona. Əgər biz iç-içə appendedlar yazmışıqsa, onun birincisində elementi aid edəcək. Buranı aid edəndən sonra bu hissəni boş görür. Yəni, buranı boş görür. Ona görə də bu vəziyyətdə daxil edəcək. Yəni, 2, ondan sonra none. Biz əgər belə yazsaq, məsələn, burdan gəlib yazmışam, tutalım ki, 9, sonra tutalım vergül, belə bir şey yazmışam, tutalım belə bir ifadə yazmışıq. Bu ifadəni yazan zamanda biz yenə də xəta alacağıq. Çünki appended-da yalnız və yalnız necə olur? Yalnız və yalnız, yəni hansı elementi görürsə ona əlavə edir. Yəni bir neçə dənə element əlavə edə bilməyəcək. Lap gəlib burada biz həmin bu ifadəni siyahıda yazmış olsaq, görək onda nə baş verəcək? Təsəvvür eləyə bunu siyahıda yazmışıq. Biz indi enter düyməsinə vurub A-nı çalışdırsaq, baxın, bu vəziyyətdə çap getdiyini görə bilərik. Birinci 2-ni, noneni əlavə edəcək. Baxın, burada çox önəmli bir hissə yarandı. Burada olacaq bizim üçün, baxın, A appended, gəldik burada, baxın, bu hissədə A siyahısına 2-ni əlavə elədik. Baxın, A siyahısına 2-ni əlavə elədi və burada bu 2-ni görə bilərsiniz. Ondan sonra biz burdan təzədən iç-içə append-a görə biz bir dənə none aldıq. Yenidən appended-a görə 2 əlavə olunacaq, yəni siyahı özünü əlavə edəcək və 9-dan sonra bir dənə none daxil edəcək. None daxil eləməyimiz də siyahının içərisində siyahının işləməməsinə görə olmuş olacaq. Düzdür, bu tipdə suallar qarşımıza çıxmır. Yəni bunu görmürük. Bu biraz üst levela aiddir. Amma yəni burada none-ni fərqinə varasınız deyənə izah elədim ki, yəni burada yazdım ki, bunu görəsiniz ki, yəni iç-içə appendedlarda birinin elementini əlavə edib, digərini none kimi görmüş olacaq. Bir də var ki, iki siyahını birləşdirən.
İki siyahını birləşdirən biz o zaman extenddən istifadə edəcəyik. Extenddən. Tutalım bizim belə bir siyahımız var. Əgər iki siyahının elementlərini birləşdirmək istəyiriksə, onda extenddə də siyahı elementləri yazırıq və həmin siyahımızın elementlərini A-da birləşdirmiş olacağıq. 4, 6, 9, 8, sonra 8, 9, 6, 3, 2, 1, 7 yazmış olar. Yəni extenddə əgər biz gəlib məsələn extenddə yumru mötərizənin içərisində bir element yazsaq, onda bizə xəta verəcək. Çünki extend siyahıların birləşdirilməsi kimi işləyir və 2 dənə siyahı görməyəndə xəta verir ki, orada extenddə əlavə elədiyimiz elementlər siyahı formasında daxil olmalıdır. Bu da appended və extendin fərqidir. Növbəti biz sizinlə siyahının içərisindəki elementlərin tamamilə təmizlənməsi, yəni siyahının içərisindəki elementlərin boşaldılması, tamamilə yəni hər hansısa bir indeksin silinməsi, bax bu kimi elementlərə baxa bilərik. Gəlirik burada. Yazıram tutalım ki, baxın belə bir siyahı. Əgər biz siyahının bütün elementlərini təmizləmək istəyiriksə, yəni siyahını boşaltmaq istəyiriksə, onda clear-dən istifadə edirik. A clear yazanda A siyahısında olan bütün elementləri silmək üçün nəzərdə tutulacaq. Yəni bütün elementləri təmizləyəcək. Əgər biz siyahının hər hansısa bir indeksini silmək istəyiriksə, onda yazıram del, A və yazıram təsəvvür eləyək 2. Bu o deməkdir ki, A siyahısının ikinci indeksini sil. Biz indeksləmə aparanda burada 0, 1, 2 gəlir düşür baxın buna. Deməli ilk ikinci indeksdə olan dırnaqda 2-ni siyahıdan uzaqlaşdırmış olacaq. Məsələn, belə də yaza bilərik ya. Məsələn, yazmışıq del, A. Məsələn, yaza bilərəm ki, 2 qoşa nöqtə. Bu o deməkdir ki, ikinci indeksdən sağ tərəfdə nə varsa, onların hər birini sil olmuş olacaq. Yəni, del indeksə müraciət üçün istifadə olunur və təqdim olunan indeksləri siyahıdan uzaqlaşdırmış olacaq. Bir də var ki, elementin özünü silmək. Elementin özünü silmək remove-dir. Remove elementi siləcək. Məsələn, burada 2 yazmışamsa, siyahıda olan 2-ni siləcək. Əgər gəlin belə eləyək, lap dırnaqda 2 yazaq, ilk qarşısına çıxan bir dənəsini silə bilir ha, hamısını yox. İlk qarşısına çıxan bir dənə dırnaqda 2-ni siyahıdan silmiş olacaq. Baxın, ilk qarşısına çıxanı sildi, digərləri olduğu kimi yazılmış olacaq. Yəni, həmin siyahıda olan bütün 2-ləri silə bilmir. Yalnız və yalnız ilk qarşısına çıxanları silmək üçün nəzərdə tutulmuş olacaq. Daha sonra bizim var bir dənə pop funksiyamız, pop. Yəni A yazırıq pop. Pop bizim üçün əgər bu vəziyyətdə müraciət eləmişiksə, siyahının sonuncu elementini nəticə olaraq ekrana çıxardır və biz təzədən A siyahısına müraciət elədikdə həmin o sonuncu elementi siyahıda görmürük. Baxın, həmin o sonuncu elementi siyahıda görməyəcəyik. Əgər biz, yəni burada A siyahısı yazmışıq, yazıram A nöqtə, məsələn yazmışam pop, baxın daxil eləmişəm pop və bura yazmışam 2. Bu siyahının ikinci indeksini nəticə olaraq ekrana çıxardacaq. Biz A-ya müraciət etmişiksə, onda A siyahısında həmin o ekrana çıxartdığı element siyahıda olmayacaq. Yəni popun belə bir xüsusiyyəti var ki, əgər qarşısı boşdursa, onda sonuncu, siyahıda olan sonuncu elementi nəticə olaraq ekrana çıxartdı 22-ni. İndi A siyahısını istəyəndə baxın, 22 həmin siyahıda olmayacaq. Əgər biz yazmışıqsa A pop, məsələn, bura yazmışamsa 1, bu o deməkdir ki, birinci indeksdə oturan elementi nəticə olaraq ekrana çıxardır və birinci indeksi A siyahısından uzaqlaşdırmış olacaq. Baxın, bu vəziyyətdə ifadəsini görə bilərik. Daha sonra keçid alırıq kopyaya. Məsələn, tutalım yazmışam belə bir şey. Əgər yazıramsa ki, kopyalamaq istəyirik də. Məsələn, B bərabərdir, yazıram ki, A kopya. Yəni B A-nın kopyasına bərabərdirsə, elə B kopya yaza bilərək bu vəziyyətdə çıxartmış olacaq. Yəni B A kopya o deməkdir ki, B bərabər olacaq A-nın kopyasına.
Yəni bu vəziyyətdə ifadəsini görmək mümkündür. Kopya, yəni onun bir nüsxəsi olmuş olacaq. Daha sonra biz sizinlə siyahıya hər hansısa bir indeksi əlavə etmək var. Məsələn, bizim siyahımız belədir. A insert. Insert əvəz etməkdir. Məsələn, yazıram 2. Bax, bura 2 yazmışam. Sonra vergül salam yazmışam. Bu o deməkdir ki, ikinci indeksə salam əlavə etkinə. Burada 0, 1, 2. Deməli, ikinci indeksdə oturan bu element bir addım sağ tərəfə sürüşəcək və öz yerini verəcək salam sözünə. Baxın, öz yerini verəcək salam sözünə. Öz yerini verəcək salam sözünə. Deməli, burada olacaq A, 2, 2, salam. Ondan sonra 2, 5, 22, 22-ni görə bilərik. Yəni, insert bizim üçün təqdim olunan indeksə həmin elementi artıracaq. Əgər biz təqdim elədiyimiz indeks, məsələn, yazmışam A insert, yazmışam 100, vergül məsələn salam. Siz də deyirsiniz ki, bizim 100-cü indeksimiz yoxdur da. Əgər 100-cü indeksimiz yoxdursa, onda sonuncu indeksə əlavə etdiyini görə bilərik. Yəni, ən axıra əlavə eləyəcək. Onda ən axıra əlavə etdiyini görə bilərik. Yəni, əgər olmayan bir indeksdirsə, onda siyahının sonuna həmin elementi daxil etmiş olacaq. Biz sizinlə sətirdə olan elementlərin tərsinə yazılması üçün belə bir kəsik demişdik. Qoşa nöqtə -1. Bir də var ki, siyahıda olan elementlərin tərsinə yazılması. Siyahıda olan elementlərin tərsinə yazılması üçün reverse-dən istifadə edirik. Reverse siyahının elementlərini tərsinə düzmüş olacaq. Yəni, siyahının elementlərini tərsinə ifadə etmiş olacaq. Sual varmı bura qədər? Yəni kiminsə başa düşmədiyi, qaranlıq qalan, nəyi anlamırsınızsa, suallarınızı verə bilərsiniz. Yəni nəyə başa düşmədiksə, suallarınızı bir də verin. Aha, daha sonra davam edək o zaman. Deməli, gəldik burada remove-dən sonra qoşan, yox, remove-dən sonra heç nə qoymaq olmaz. Remove yalnız və yalnız elementi çıxarda bilər. Yəni, qoşan indeksə aid deyil o, onu deldə eləyə bilərsiniz. Remove element sildiyinə görə orada qoşan nöqtə yazmaq olmaz, yəni qətiyyən mümkün deyil. Növbəti gəldik burada biz sizinlə bir dənə A siyahısı daxil edirəm, A siyahısı və bu A siyahısında olan elementlər integer tipində olan elementlərdir. Və burada deyirik ki, baxın, növbəti bir funksiyamız A sort olacaq. Sort bizim üçün azdan çoxa doğru nizamlamaqdır. Yəni, onun bircə dənə qaydası var, azdan çoxa doğru nizamlamağı həyata keçirmək olacaq. Enterə vurduq. Baxın, bizim üçün azdan çoxa doğru -6, -2, ondan sonra 1, 2, 3, 6, 13 və 874-ü çap eləmiş olacaq. Bu qaydada rəqəmlər çox qəşəng. Bir də var ki, siyahıda həm rəqəm, həm də integer tipində, həm elementlər, yəni sətr tipində kəmiyyətlər, həm də tam ədədlər olanda biz əgər sort versək, onda bizə xəta verəcək. Çünki həm ədədləri, həm də sətirlər arasında bir anlayış tapa bilmir. Onlar arasında böyük kiçikliyi nizamlaya bilmir. Keçid alırıq. Deməli, gəldim burada belə bir şey yazmışam. A bərabərdir. Məsələn, rəqəmləri düzmək istəyirəm. Tutalım, baxın, rəqəmləri, sətr tipində olan rəqəmləri azdan çoxa doğru və çoxdan aza doğru, daha doğrusu azdan çoxa doğru düzmək istəyirik. Buradakı konkret, yəni bir ifadəmiz var. Bu ASCII kod cədvəlinə əsasən olmuş olacaq. ASCII kodlaşdırma cədvəlində sıfırın kodu 48-dir.
1-in kodu 49-dur, 2-nin kodu 50-dir. Yəni ən kiçik kodumuz 0-dır. Əgər 0 ilə belə deyək də, əgər 0 ilə belə deyək də, 0 ilə başlayan nəsə varsa, o birinci gələcək. Elementləri müqayisə edərkən onları birinci simvollarına görə birinci müqayisə edirik. Burada görürük ki, 0 var. Əgər 0 varsa, birinci bu yazılacaq. Yəni birinci bu düzüləcək. Sıfırdan sonra 1 ilə başlayır. Nə olsun ki, buradakı 1 rəqəmlidir, amma o öz sırasını heç kəsə verməyəcək. Ona görə ikinci bu gedəcək. Sonra gəldik 5, 3, 6. Daha sonra 3 gəlir. Sonra 5, daha sonra isə 6 olmuş olacaq. Yəni belə deyək də, bu ardıcıllıq ilə həyata keçirilmiş olacaq. Əgər bizim sətirdə, bizim təqdim elədiyimiz siyahıda həm belə deyək də, rəqəmlər, məsələn, gəlmişəm, burada yazmışam A bərabərdir. Məsələn, həm sətr tipində rəqəmlər, həm də tutalım ki, sözlər varsa, burada diqqətli olun, böyük hərflə yazaq. Əgər sözlər də varsa, bir dənə siyahımızı quraşdıraq burada. Tutalım ki, belə bir şey. Bir dənə də gəldim burada, məsələn, belə bir şey yazdıq. İndi gəldik burada. Əgər buraya biz sort vermiş olsaq, buradakı ardıcıllığımız necə düzüləcək? Birinci rəqəmlər düzülür. Həmişə birinci rəqəmlər düzülür. Ondan sonra böyük hərflər düzüləcək. Çünki böyük hərflərin kodları kiçik hərflərin kodlarından əvvəldədirlər. Sonra isə kiçik hərflər düzüləcək. Sonra isə kiçik hərflər. Yəni ardıcıllığı belə düzəcəksiniz. İndi gəlirik burada, baxırıq biz öz sətrimizə. Birinci rəqəmləri axtarırıq. Rəqəmlərimiz 56, 78, 89. Hər birinin ilk hərfi fərqli olduğuna görə tapmaq çox yaxşıdır. 5, 6 birinci düzüləcək, sonra 7, 8, daha sonra 8, 9. Ondan sonra böyük hərflər və kiçik hərflər var. Birinci böyük hərflər ilə başlayan sözlər. A hərfi əlifbada ən yuxarıda dayandığına görə A hərfi ilə başlayan sözlər kiçik hesab olunur. C hərfi əlifbada o aşağılardadır da, ona görə AB, ondan sonra C yazılacaq. Sonra kiçik hərflərin sözləri. Kiçik hərflərin sözlərində isə S hərfi və İ hərfi var. Aydın məsələdir ki, İ hərfi S hərfindən əvvəldə gələcək. Ona görə il sözü birinci dayanacaq. Salam sözü isə daha sonra düzülmüş olacaq. Ona görə də burada doğru ardıcıllığımız bu vəziyyətdə həyata keçirilmiş olacaq. Aha, növbəti burada var. Məsələn, bizim bayaq qarşımıza çıxdı. Belə bir komanda. Məsələn, int yazmışam ki 100, sonra bura yazmışam 5. Bu o deməkdir ki, 5-i, bu 100-ü 5-lik say sistemindən 10-luq say sisteminə keçir. Bəzi yoldaşlar sual verir ki, bəs burada biz məsələn başqa ifadələr yazsaq, məsələn 3 yazsaq, onda necə olacaq? Onda da 3-lükdən 10-luğa keçmiş olacaq. Təsəvvür eləyək, məsələn yazmışam int, tutalım yazmışam ki, burada yazaq 2, 5, sonra bura yazmışam 6. Bu o deməkdir ki, 6-lıq say sistemindən 10-luq say sisteminə çevir. 2 vurulsun 6, 12, üstəgəl 5 olacaq 17. Yəni burada gəldik, məsələn yazmışam 67, məsələn 3, 16 yazmışam. Belə yazanda 6 vurulsun 16, üstəgəl 7. Yəni yazdığımız ədədlərin hər birini həmin say sistemindən 10-luq say sisteminə keçirmək üçün istifadə olunacaq. Bir də burada var bizim bildiyimiz 1000. 1000 isə daxil elədiyimiz ədədi 10-luq say sistemindən 2-lik say sisteminə çevirəcək. 1000 ədədi 10-luq say sistemindən 2-lik say sisteminə çevirəcək. Baxın, burada 0B yazılması onun 2-lik say sistemində olmasını göstərir və 45-in 2-lik say sistemində qarşılığını bax burada görə bilərik. Bəzi yoldaşlar deyir ki, mən istəmirəm ki, o 0B görsənsin. Onda biz nə yaza bilərik? Yəni onda biz onun silinməsini daxil edə bilərik də, düzdürmü? Məsələn, yazırıq ki, A bərabərdir. Burada yazıram, tutalım 1000. Məsələn, 8 yazmışam. 1000, məsələn, 8 daxil eləmişəm. Biz indi deyirəm ki, del A
yazıram ki 2-yə qədər. Yəni baxın, 0 1-dir də, 0 1-dir. 2-yə qədər silsin. Yəni ikinci indeksə qədər silsin. Yəni 2-ni silməyəcək də, ikinci indeksə qədər. Onda biz ekrana çıxardanda yox, sətr tipini silə bilmədi. Siyahı üçündür. Bircə dəqiqə. A bərabərdir. Orada aldıq bunu. Gərək onu printdə default rejimində yazaq. Deməli, bircə dəqiqə. Sətr tipini silə bilmir, onu siyahıya çevirmək lazımdır. Daha sonra siyahıdan bu tərəfə çevirməliyik. Amma silinməsini bu vəziyyətdə həyata keçirtmək mümkündür. Amma siyahıya çevirib daha sonra. Çünki alınan sətr tipindədir. List eləyib silə bilərik onu. Yəni siyahıdan həmin onları uzaqlaşdıra bilərik ki, yəni həmin onlar siyahıdan uzaqlaşsın. Yəni 0B bizim siyahımızda olmasın. 1000 deməli oldu ədədin onluq say sistemindən ikilik say sisteminə çevrilməsi. Daha sonra var hex, h yazılır. Hex isə ədədin onluq say sistemindən, məsələn burada yazmışam, baxın 8. Onluq say sistemindən 16-lıq say sisteminə çevrilməsidir. Məsələn hex yazmışam 96. Onluqdan 16-lığa çevirəcək. Bizə qaytaracaq 6 sıfırı. Baxın 6 sıfırı qaytarmış olacaq. Daha sonra biz burada yaza bilərik OCT oktal 8-lik say sisteminə, yəni onluq say sistemindən 8-lik say sisteminə çevirdiyini görmək mümkündür. Onluqdan 8-liyə çevirmiş olacaq. Əgər burada məsələn tutalım ki, biz məsələn yazmışam A bərabərdir, dırnaqda tutalım ki 5. Əgər sətr tipi üzərində aparıla biləcək bütün əməliyyatları görmək istəyirsinizsə, onda dir A yazırsınız, dir A. Dir A yazmaq o deməkdir ki, təqdim olunan ədəd, əgər sətr tipində təqdim olunubsa, onun üzərində bax buradan kapitalizə yazılan sözdən axıra qədər baxa bilərsiniz ki, bu əməliyyatların hər birini sətr tipinin üzərində aparmaq olur. Sadəcə bizim proqramımız o qədər geniş olmadığına görə biz bunların hər birini keçmirik. Məsələn, bunların içərisindən bir neçəsini keçirik, yəni hamısını yox. Əgər gəlib burada məsələn tutalım ki, yazmışamsa A bərabərdir, dırnaqda salam sözü, sətr tipində təqdim olunan ədədin, yəni hərflər yığınağından ibarət olan bir dəyişən üzərində aparılan əməliyyatlarımızı yenə də burada bu vəziyyətdə görə bilərik. Sonra məsələn A bərabərdir yazmışam, tutalım 5. İndi gəlib dir A yazsam, yəni integer tipi. Integer tipində görün aparılan əməliyyatlar siz yəni bu ardıcıllığa baxmayın. Bu işarələr, bu yanında beləsi işarələr olan, onlar yəni çoxluqlarla işləyəndədir. Biz yəni integer tipinə başlayırıq, baxırıq. O da bax buradan baxırsınız. Bircə dəqiqə, bax buradan. Yəni o işarələr olmayana, bax bu vəziyyətdə bunları integer tipin üzərində apara bilərik, yəni bu əməliyyatlarımızı. Əgər A bərabərdir, məsələn, list yazmışıqsa, bir list elementləri daxil etmişiksə, listin üzərində hansı işləri görə bilərik, hansı funksiyaları təqdim edə biləriksə, onların hər birini burada görmək mümkündür. Məsələn, biz listlərlə işlənilən demək olar ki, hamısını keçdik burada. Appended, clear, copy, count, extend, index, insert, pop, remove, reverse, sort. Deməli, siyahının hər bir elementini keçmiş olduq. Daha sonra məsələn A bərabərdir 4 plus 5-liyi yazıram, kompleks ədədlər. Dir A yazıram, kompleks ədədlər üzərində baş veriləcək komandaları burada görə bilərsiniz. Hər biri çoxluqlarla iş üzərində istifadə olunan komandalardır. Məsələn, A bərabərdir, əgər true yazmışamsa, onda yazıram dir, məsələn, A yazanda bizim üçün true ilə baş verəcək komandalarımızı buradan görə bilərik, yəni ifadə edətdirə bilərik. Daha sonra nə qaldı? Məsələn, A bərabərdir, daxil etmişik, təsəvvür eləyək, nəyi sətrə baxdıq.
Aha, sıraya baxaq. Məsələn, 4 belə bir ifadələr yazmışıq. Sıra elementləri adətən listin üzərində hansı elementlər aparılırsa, onların hər birinin aid olduğunu görmək olar. Amma burada sırada yalnız count və index var. Count və indeksləmə var. Yəni qalan elementləri o inserti əvəz edə insertdir, replacedir. Yəni siyahıda gördüklərimizin hər birini burada əlavə eləyə bilmirik. Yalnız count və indeksi sıra üzərində tətbiqini görmək mümkündür. Bu da bizim sizinlə olacaq, deməli, hansı ki, metodlar və funksiyalar. Əslində, yəni qarşımıza çıxa biləcək bütün metodlar və funksiyalar haqqında məlumatları, yəni öyrəndik. Ev tapşırığımız həm informatika bələdçidə Python sətirlər üzərində əməllər, həm də Codera'dan 12.2 ilə 12.3. Testlərin video izahlarını da qrupa atacağam. Yəni harda probleminiz yaransa, əgər bir neçə dənə eyni sualda probleminiz yaransa, videodan baxıb daha sonralarını işləyə bilərsiniz. Yenə də başa düşmədiklərinizi növbəti dəfəki dərsimizdə müzakirə edə bilərik. Dərsin videosunu qrupa atacağam. Mümkün qədər, yəni belə deyək də, mümkün qədər çalışın ki, təkrar izləyib və qeydlər aparasınız. Yəni qeydlər aparmasanız, biraz öyrənmək çətindir. Yəni mümkün qədər qeydlər aparmaq lazımdır. Yəni qeydlər aparın və o qeydlər əsasında öyrənməyə çalışın. Yəni qeydlər əsasında müzakirə edin. Qeydlər əsasında möhkəmləndirmə eləyin. Əgər kiminsə kompüteri varsa və yaxud da telefonunda varsa, mütləq və mütləq çalışın ki, onu, yəni belə deyək də, belə deyək də, kompüterdə tətbiq eləyərək də daha yaxşı öyrənə bilərsiniz. Bu çox yaxşıdır. Kompüterdə tətbiq eləsəniz yadınızda daha yaxşı qalacaq. Biz hamısını birlikdə keçdik. Bu sizin üçün yorucu ola bilər. Ona görə də yenə də deyirəm, təkrar-təkrar izləmək lazımdır ki, problem qalmasın. Qeydlər götürmək lazımdır. Bunlar daha sonra bizə çox lazım olacaq. Sağ olun, sağlıqla qalın. Növbəti dərsimizdə görüşənə qədər. Və dərsə qoşulmayanlar, belə deyək də, dərsə qoşulmayanlar həqiqətən də çox şey itirirlər. Canlı dərsə qoşulmaq lazımdır. Sağ olun, sağlıqla qalın.